George Orwellin Heyvan ferması əsəri siyasi allegoriya janrındadır və Sovet İttifaqındakı inqilabdan sonra baş verən hadisələri tənqidi baxımdan əks etdirir. Əsərdə Manor fermasındakı heyvanlar insan sahibi Cənab Consun zülmünə qarşı üsyan edir. Fermaya nəzarəti ələ alaraq bərabərlik və azadlıq ideyaları ilə yeni sistem qururlar. Lakin zamanla bu idealist rejim donuzlardan biri olan Napoleonun diktatorluğu ilə əvəzlənir. Digər heyvanlar isə getdikcə daha çox istismar olunur və azadlıqlarını tam itirirlər. Əsərin sonunda heyvanlar donuzlarla insanları bir-birindən ayırmaqda çətinlik çəkir. Bu da inqilabın məqsədindən nə qədər uzaq düşüldüyünü göstərir. Totalitarizm tənqidi hakimiyyətin bir əldə cəmlənməsi və diktatura rejiminin formalaşması, inqilabın məğzi və xəyanəti, idealist başlanğıcın necə korlanaraq əks nəticəyə çevrildiyi, təbliğat və manipulyasiya, hakimiyyətin yalan, qorxu və şüarlarla kütləni idarə etməsi, bərabərsizliyin artması, bütün heyvanlar bərabərdir, lakin bəziləri daha bərabərdir ifadəsi ilə simvolik təbəqələşmə.